Şəki xanlığından danışmamış bir dənə, iki dənə əsas məsələ var. Onları qeyd edeyim, sonra keçək xanlığa. Bir, keçən dəfə danışmışdıq. 1741-ci ildə nə oldu? Hacı Çələbiyə qarşı yox. Hacı Çələbi vəkil vəzifəsinə təyin edir. Yəni o nağıl hissəsini bilirsiniz də, Məlik Nəcəfə qarşı çıxdı deyə Nadir onu çağırdı falan. 1741-ci ildə hansı vəzifəyə təyin edildi? Vəkil. Kimin nəzarəti altında xidmət göstərirdi? Nadir Şaha düzdür, tabe idi, amma Məlik Nəcəf, Şəki hakimi. Sonra 1743-cü ildə neynədi? Məlik Nəcəfi öldürərək ilk müstəqil xanlığımızı yaratdı. Görürsünüz, yarım müstəqillər vardı. Bundan qabaq Şirvan xanlığı falan, amma bu ilk müstəqil Azərbaycan xanlığıdır. 41-də nə oldu? Vəkil vəzifəsi. 43-də nə oldu? İlk müstəqil xanlığı yaratdı. 43-dən 46-ya qədər görərsən qalasında mübarizə aparıbdı. Daha o keçən dərs keçmişdə nə qədər hücum olub, hamısının qarşısını alıb, düzdürmü? Bir də 1746-cı ildə vəkil vəzifəsində qalmaqla neynədi? Tabe oldu Nadirə. Düzdür? 46-cı, çünki tabildə azlıq falan, onu keçən dərs keçmişik. Demək 41-də vəkil vəzifəsini təyin etmə, 43-də ilk müstəqil xanlıq Nadirə qarşı üsyan, 46-ya qədər onun hücumlarını dəf edib, lakin 46-dan yenidən Nadirə tabe olub. 1747-ci ildə Nadir Şahın ölümündən sonra öz müstəqilliyini bərpa eləyibdi. 7-ci ildə dövlət yaranandan hara hücum elədi? Bəli, o Qutqaşin köhnə kitab da var idi. İstəyirsiniz testlərdən ötürü yadınızda saxlayın, istəyirsiniz də yadda saxlamayın. Əsas iki dənə məsələ var. Qəbələ və Ərəş ərazisinə hücum elədi və bu hücumların əsasında onlar özünü tabe eləyə bildi, eləyə bilmədi? Elədi. Bəs yaxşı, bundan sonra nə deyirik? Azərbaycanın cənubuna yürüş eləyir. Azərbaycanın cənubu, yəni Təbriz şəhərinə. Nəyə görə Təbrizdə yürüş etdi? Bunu danışaq. Ona görə ki, bilirdi ki, tarixi Azərbaycanın mərkəzi Təbrizdir. Təbrizi tutsa, bütün Azərbaycana sahib ola bilər. Lakin Təbrizdə yürüş uğurlu oldu, uğursuz. Bəs Təbriz hakimi şimala yürüş eləmişdi? O da uğursuz olmuşdu. Görürsünüz, Təbriz hakimi də Arazın şimalına hücum etmişdi. O da uğursuz olmuşdu. Bununla danışırıq ki, demək, bununla Azərbaycan və Təbriz ərazisi, daha sonra Azərbaycanın keçmiş mərkəzi Təbrizə hücum etdi ki, Azərbaycanı bərpa eləsin, amma bərpa eləyə bilmədi. Çünki Təbrizə yürüşü uğursuz oldu. Daha sonra 1748-ci ildə hara yürüş elədi? Bəli, Bayat döyüşü. Burada kitabımızda biri var, biri də o. Bu Bayat döyüşünün həm Qarabağ xanlığında keçəcək, yəni. Həm də bu Şəkidə. Amma bir məsələ var. Burada bir hissəsi var, orada bir hissəsi var. Deyə bilərsən nədir? Bax məsələn, burada keçirik ki, Qarabağ xanlığı bir tərəfdə idi, düzdür? Qarabağa qarşı kim döyüşürdü? Şəki və Şamaxı. Lakin Qarabağ dərsində bir dənə də ad veriblər. O kim idi? Qarabağ məlikləri. Ümumiləşdiririk. 1748-ci ildə hansı döyüş oldu? Bayat döyüşü. Bayat döyüşündə kimlərlə döyüşdü? Qarabağa qarşı Şəki, Şamaxı. Qarabağ xanlığı dərsində isə Şəki, Şamaxıdan əlavə kimin də adını veriblər? Qarabağ məliklərinin də adını veriblər. Və Bayat döyüşünün nəticəsində kim qalib gəldi? Qarabağa. Nəyə görə? Deyir, Qarabağın bir çox vilayətlərini tutsa da bütün Qarabağı ələ keçirə bilmədi və Qarabağ xanlığı çünki müdafiə olunurdu. Bundan sonra isə dedi ki, bir sikkəsiz gümüş idi. Biz gəldik ona dəyər qatdıq, getdik. Bu birisi nəyə oxşuyur? Məsələn, pulun üstünə dəyər vurmaq da. Məsələn, 10 manat da kağız puldur, 20 manat da kağız puldur, düzdür? Üstündəki rəqəm ona dəyər verir. O da deyir ki, o sikkəsiz gümüş idi, yəni dəyərsiz pul idi. Biz ona dəyər qatdıq, getdik. Yəni mənası da budur. Bundan başqa o buranı silək bir dənə. Deməli, həmin dövrdə Azərbaycanın şimal-qərbində Hacı Çələbin dövründə Şəki ən güclü ərazi idi. Və güclər Azərbaycanın ələ keçirmək istəyəndə kim imkan vermirdi buna? Şəki. Biz bildiyimiz kimi artıq o deməli 1744-cü ildə o qeyddə verilibdi. 1744-cü ildə Nadir Teymurazla İraklini, ikinci Teymurazla ikinci İraklini Kartli ilə Kaxetiyə çarı təyin edibdi. Birin Kartli, birin Kaxetiyə. 62-ci ildə də Teymurazın ölümündən sonra Kartli Kaxetiyə çarlığı birləşib. O da kim oldu onun başçısı? İkinci İrakli. Onlar da bizim kimi xanlıq kimi oldu. Məsələn, İmiratiya, Kartli, Kaxetiya belə bizdəki kimidir. Bizdən biraz fərqlidir daha. Bundan başqa deyir Kartli, Kaxetiya çarlarının Azərbaycan yürüşlərini dəf eləyirdi. Məsələn, 1751-ci ildə hara yürüşünü dəf elədi? Cara yürüşünü dəf elədi. Və 52-ci ildə Cara bir də yürüş eləyində onlar 52-ci ildə Hacı Çələbi gedir Cara nə edir? Özündən asılı vəziyyətə salır.
Bəs Qızılqaya xəyanəti olubdu. O nə vaxt oldu? 1752-ci ildə. Sual çıxır ortaya. Qızılqaya. Sual çıxır ortaya. Qızılqaya xəyanəti harda olubdu? Bəli, Gəncə ərazisində olubdu. Deməli, bu nədir? Qızılqaya xəyanətində iştirak edən xanlıqlar kimdir? Gəncə, İrəvan. Buradan beləsi həm Şirazda iştirak edənlərdir, həm də Qızılqayada. Qarabağ həm Şirazda iştirak edib, Qarabağ, Qaradağ, bir də Naxçıvan. Bunu da yazaq. Naxçıvan. Demək, Qarabağ, Qaradağ, Naxçıvan həm iştirak ediblər Şiraz qonaqlığında, həm Qızılqaya xəyanətində. Gəncə ilə İrəvan da Şirazda iştirak etməsə də, amma Qızılqaya xəyanətində iştirak ediblər. İndi bunun mahiyyətini izah edək. Gürcü hakimi deyir ki, Şəki çox güclüdür. Ay Gəncə, İrəvan, Qarabağ, Qaradağ, Naxçıvan, gəlin ittifaqa girək Şəkiyə qarşı. Onlar da buna razılaşırlar. Həqiqətən ittifaqa girir. İttifaqa girəndən sonra onları Gəncə ətrafında müşavirəyə çağırır. İclasa ki, gəlin Hacı Çələbiyə qarşı görəcəyimiz tədbirləri müəyyənləşdirək. Lakin onları orada alladır, əsir tutur. Başa düşdünüz? Demək, onları orada allatdı və əsir tutdu. Bunu eşidən Hacı Çələbi nə etdi? Bunu eşidən Hacı Çələbi böyük bir qoşunla hücum eləyir və demək xanları azad eləyir. Hətta hücum eləyir, demək Gürcü çarına hücumu davam etdirir. Heç xanlarla görüşmür. Xanların üzünə də baxmır. Azad eləyəndən sonra deyir getsinlər və hücum eləyir və bundan başqa gedir, hansı ərazini geri alır? Qazax və Borçalını da Şəmşədili yazmıram. Qazax və Borçalını da düşmənlə geri alır. Dedi ki, Qızılqaya xəyanətindən sonra hücumu davam etdirdi və bundan sonra Qazaxla Borçalını, bu da əlavə var, bu kitabda olmasa da, Qazax Borçalını və Şəmşədili nə etdi? Azad elədi və ora kimi hakim təyin elədi? Oğlu Ağa kişi. Bundan sonra, bura kimi yəni qarışıq bir şey yoxdur, çox sadədir. Bundan sonra hücum istiqamətini şərqə, şərq bilirsiniz də, bax bunu həmişə demişik. Bütün xəritələrin yuxarısı şimaldır, aşağısı cənubdur, sağı şərqdir, solu qərbdir. Düzdür, qəlb olan, ürək olan tərəf qərbdir. İndi bax, burada nə var? Şərqə hücum eləyir. Bax bu şərq məsələsini çox danışırıq. Yəni ətraflı çox müzakirə olunacaq məsələ, vacibdir. Amma burada qısaca deyirəm. 1755. Bundan sonra hələ bu uzun məsələdir. Yəni 65-də bir dəfə, 67-də bir dəfə, 68, 69 bu məsələlər çox qarışıqdır və Quba xanlığında bunu tam başa düşürsünüz. Amma indi qısaca deyirəm. Deməli Şəki Hacı Çələbi. Şəkidən kim? Hacı Çələbi. Yürüş eləyir hara? Ortada yerləşən, bax bunun şərqində yerləşən Şamaxıya. Neçənci ildə? 1755-də. Lakin tuta bilmir. Çünki onun da sağında, onun şərqində yerləşən Quba xanı Hüseyn Əli, Quba kömək eləyir. Üstündən 10 il keçək, 10 il keçir. 1765-də Quba Şamaxıya hücum edəndə, burada da Şəki Hüseyn xan ona qarşı çıxır. Yəni onu gələcəkdə başa düşəcəksiniz. Amma indi bir dənə hələ ki buranı başa düşməliyik. 1755-ci ildə Şəki xanı Hacı Çələbi yürüş eləyir. Lakin Şamaxı xanlığına Quba kömək etdiyinə görə Şəkini tuta bilmir. Bundan sonra qalanları mədəniyyətli deyir. Hacı Çələbi ən güclü xan olsa da birləşdirə bilmədi. Niyə? Çünki digər xanlarla mübarizə, ölkədəki feodal ara müharibələri, bir də xarici hücumlar imkan vermədi ki, Şəki bütün Azərbaycanı birləşdirə bilsin. Bəs yaxşı, başqa mədəniyyət tədbirləri görübmü? Bəli, məsciddir, mədrəsələr bu kimi, bəli, vergiləri nizamlayıb bu kimi işlər görübdür. Vergi nizamlamaq yəni ki, heç kimin yadından çıxmazdı. Çünki Məlik Nəcəf nəyin üstüdür? Ağır verginin üstüdür. Məlik Nəcəf gedəndən sonra Nadirin dövründəki vergini saxlasaydı, xalq bunu dəstəkləməzdi axı. Bir də hansı dövlətlə diplomatik əlaqələr yaradıbdı? Osmanlı dövlətindən diplomatik əlaqələr yaradıbdı. Bundan sonra Ağa kişidir. İndi bura kimi soruşaq. Ağa kişi olan hissəni bir də izah edib soruşarıq. Deməli uşaqlar, birinci Hacı Çələbiyə aid olan məsələləri danışdıq. İndi nədən danışırıq? Hacı Çələbidən sonra yerinə gələn oğlu Ağa kişi. Ağa kişi neçənci illərdə hakimiyyətdə oldu? 1755-dən 1759-cu illərə qədər. Ağa kişinin hakimiyyət dövründə elə belə geniş bir şey olmayıb. Bir dənə biz bilirik ki, hakimiyyət mübarizəsi var. Burada nədir? İndi onu izah edək sizə. Bildiyiniz kimi, bu hakimiyyətə gələndən qısa bir müddət sonra
qaynatası tərəfindən öldürülür. Qazqumuqlu Məhəmməd xan. Hakimiyyətdən getsə də 40 gün taxta qalsa da, 40 gün cəmi taxta qalıbdı. Lakin 59-cu ildə onun yerinə başqa bir adam gəlibdi. Kim? Hüseyn xan. Bunu bir dənə dəqiqləşdirək. Hüseyn xan. Hüseynin hakimiyyət dövrü nə vaxtdır? 1759-1779. Bunu bir dənə bilməliyik. Baxın. Kitabımızda belə bir cümlə var. Deyir ki, Hüseyn xan Qubalı Fətəli xanın köməyi ilə hakimiyyətə gəldi. Düzdür? Köhnə kitablarda bəzən onu Urmiyalı Fətəli edirlər, bəzən Qubalı Fətəli. Nəyə görə? Orada bir dənə mətn var. Məktəb kitabında bir dənə qrafa var. İndi orada da var. Baxın. Diqqətlə baxsaz görərsiniz. Qrafada deyir ki, bu Urmiyalı Fətəli ona görə güya kömək eləyibdi. Ona görə bu məsələ qarışıqdır. Məsələn, bəzi ədəbiyyatlarda hətta deyilir Qarabağlı İbrahim Xəlil xan kömək eləyib. Hərəsi bir söz deyir. Amma bizim dərslikdə bilməli olduğumuz bir dənə məsələ var. Hüseyn xan mətnə görə yox, mənbəyə görə yox. Mənbə fərqlidir, yəni o düşmür. Kitabda verilən dərsliyə görə Hüseyn xan kimin köməyi ilə hakimiyyətə gəlib? Qubalı Fətəli xan. Orada olan Urmiyalı Fətəli isə bunu təsdiqləyibdi. Mən orada mənbəndə yerləşdirəcəm. Yəni mənbədə görəsiniz ki, Urmiyalı Fətəli söhbəti də var. Amma dərsliyimizə düşən, imtahana düşən bir cümlədir. Hüseyn xan 1759-cu ildə Qubalı Fətəli xanın köməyi ilə hakimiyyətə gəlir. İndi sual çıxır ki, bu 59-dan 79-a qədər hakimiyyətdə olubdu. Bunun dövrü nisbi sabitlik dövrüdür. Demək olar, olmaz. Olmaz. Hakimiyyət uğrunda mübarizə. Deyə bilər Sayın müəllim, necə ola bilər ki, bu hakimiyyətə gəldi də, nəyə görə bu hakimiyyət uğrunda mübarizədir? Bunu qeyd edeyim sizə. Bunu bilməliyik ki, bu kimin oğludur? Ağa kişinin oğludur Hüseyn xan. Lakin Ağa kişinin digər qardaşları da var. Hacı Çələbinin başqa oğulları var. Onlar hakimiyyətə gəlmək istəyir. Biz dərslikdə keçməsək də, məsələn, onlardan biri Əbdülqadirdir. 1779-cu ildə Hüseyn xanı tutub cəmaatın içində boğduran, öldürən də Əbdülqadirdir. Yəni, bu 59-dan 79-a hakimiyyətdə olduğu 20 il müddətində bununla mübarizə aparan Hacı Çələbinin digər oğulları var. Düzgünü nədir? Deyir ki, Hüseyn xan 1759-79-cu ildə hakimiyyətdə oldu. 79-cu ildə demək ki, Əbdülqadir gələndə deyirlər Əbdülqadiri yanlış olaraq başqa adamın oğlu verir. Əbdülqadir əslində Hacı Çələbinin oğludur. Bildiniz? Əbdülqadirlə ağa kişi qardaş olub, Hüseynin əmsi olub Əbdülqadir və əmsi tərəfindən 1779-cu ildə bu öldürülür. Yerinə kim gəlir? Əbdülqadir. İndi o hissədən danışarıq. Hələ bu dənə bunu deyim sonra. Hüseyn xan 1759-dan 79-a hakimiyyətdə oldu. Kimin köməyi ilə gəldi? Qubalı Fətəli xanın köməyi ilə hakimiyyətə gəldi. Hakimiyyət dövrü nə dövrü kimi xarakterizə edilir? Hakimiyyət uğrunda mübarizə dövrü kimi. Bəs deyə bilərik, bundan sonra nə oldu? Bundan sonra bunlar, indi biz keçən dərslimizdə belə bir cümlə yazmışdım. Bunu yenə bir Qarabağda danışacaq. Bu daha sonra Qubada bir də danışacaq. Amma məsələn bir də qeyd edirəm. Baxın. Xəyali olaraq belə düşünməliyik. Burada bir dənə var Şəki xanlığı. Burada var Şamaxı. Demək, burada var Quba. Yadınıza gəlir, biz Hacı Çələbinin vaxtında demişdik ki, 1755-ci ildə Hacı Çələbi hara yürüş elədi? Şamaxıya yürüş elədi. Bəs yaxşı, onu tuta bildi Şamaxını, tutanmadı? Tutanmadı. Nəyə görə? Çünki kimsə onu müdafiəyə gəldi. Kim? Qubalı Hüseyn Əli. Düzdür? Hüseyn Əli. Hüseyn Əli. Bəs yaxşı. Sonra bir dənə də tarix keçməliyik. Hansı? 1765. Bu burada yoxdur, Qubada. Orada da deyirik ki, qoy onu o tərəfə yazın bilin. 1765-ci ildə isə Qubalı Fətəli hücum eləyir Şamaxıya. Bu zaman isə Şəkili Hüseyn Əli, Hüseyn xan da daha doğrusu, Şəkili Hüseyn xan köməyə gedir kimə? Şamaxıya. O da tuta bilmir. Demək nə başa düşdük? 1755-ci ildə Şəki Şamaxıya hücum eləyəndə Quba qoymur. 1765-ci ildə Quba Şamaxıya hücum eləyəndə bu zamanda Şəkili Hüseyn xan icazə vermir. Və buna görə indi bunu Qubada daha aydın başa düşəcəksiniz. Amma indi burada nəyə başa düşməliyik? Ona görə 1767-ci ildə bunlar arasında razılaşma olur. Kimlər arasında razılaşma olur? Şəki xanı Hüseynlə Qubalı Fətəli. Kim oldu? Şəkili Hüseyn xan, Hüseyn. Qubalı kim? Fətəli. Bunlar arasında əldə edilən razılaşmaya görə Şamaxı iki yerə bölünür. Şamaxının qərb tərəfi düşür təbii ki Hüseyn xana,
Şərq tərəfi kimə düşür? Qubalıya. Düzdür? Lakin deyir bu şərtlər pozuldu. Nəyə görə pozuldu? 1000 demək bunu burada xəyali olaraq işarə edirəm baxın. 67-ci ildə nə oldu? Hərəsinə bir üstə düşdü. Görürsüz, başa düşdünüz? Lakin 1768-ci ildə isə bu bölünmüş yer var idi. Yarısı düşmüşdü Hüseynin yarısı. O tamamilə kimin əlinə keçdi? Qubalı Fətəlinin. 69-cu ildə isə artıq Şamaxını birləşdirdi. Şamaxını birləşdirəndən sonra isə Şəkinin üzərinə hücum elədi. Şəkili Hüseyn xanla bağladığı müqaviləyə görə hansı şərtləri var idi müqavilənin? Şamaxının da bir də daxili işlərinə deməli Şamaxının bir də daxili işlərinə qarışmır, bir də lazım olsa ordu verməlidir. Bu hissəni bir də ümumiləşdirək qısaca. Deməli 1767-də nə oldu? İkisi arasında bölündü. 1768-də nə oldu? Şamaxının artıq Şamax iki yerə bölünmüşdü 67-də. 68-də hamısı getdi kimə? Qubaya. 69-da nə oldu? Bəli, 69-da da bu zaman Quba Şamaxını tutmuşdu artıq 68-də. Şəkini də məğlub elədi və bunlar arasında bağlanan müqaviləyə görə artıq dedi sən tanımalısan ki, Şamaxı mənimdir. Yəni Şamaxının daxili işlərinə qarışmırsan, mənə də lazım olanda ordu verirsən. Və bu hissədə qarışıq nəsə var? Yox. Deyir ki, lakin bundan sonra artıq biz bu hissələrdən danışaq. 1779-cu ildə Hüseyn xan öldürüldü sui-qəsd nəticəsində və onun yerinə taxta kim çıxdı? Əbdülqadir. Əbdülqadir sizə dedim kim oldu? Hacı Çələbinin oğlu. Yəni bu Hüseyn xanın əsl adı Məmməd Hüseyndir. Bəs qarışdırmasınlar deyə Hüseyn verir. Bu Hüseyn xanın əmisi. Demək indi buranı bir də silirik və demək Hüseyn xan 59-79 oldu. Daha sonra kim gəldi? Əbdülqadir. Əbdülqadir neçənci il oldu? 1779, 1781. Deməli hakimiyyət uğrunda mübarizə dövrü o idi Hüseyn xanın. Kimdən apardı əsl mübarizəni demişəm sizə. Əsaslarından biri ilə Əbdülqadir idi. Əbdülqadir gizlicə plan qurur. 60 nəfərlik dəstə qəfil hücum eləyir. Hüseyn xanı əsir tutur. Hüseyn xanı da bir həftə saxlayır, sonra boğdurur, edam edir və onun yerinə taxta çıxır əmsi. Hacı Çələbinin oğlu. Əbdülqadir neçənci illərdə taxta oldu? 1779, 1781. Bəs bunun dövründə uzun müddət hakimiyyətdə qala bilmədi. Niyə? Kimsə tərəfindən taxtdan salındı. Kim? Məhəmməd Həsən xan. Dedi ki, Əbdülqadir neçənci illərdə hakimiyyətdə oldu? 1779, 1781. Əbdülqadirdən sonra taxta kim çıxdı? Məhəmməd Həsən xan. Məhəmməd Həsən xan kimdir? Birinci onu deyim, sonra hakimiyyət illərini izah edeyim. Yadınıza gəlin, mən dedim ki, Hüseyn xanı 1779-cu ildə Əbdülqadir xan sui-qəsd nəticəsində öldürdü. Onun yerinə taxta gəldi və onun digər oğullarını öldürdü. Lakin Məhəmməd Həsən xanı öldürə bilmədi. Məhəmməd Həsən xanı öldürməyə tapşırmışdı Qarabağ xanına, Qarabağlı İbrahim Xəlilə. O da yalandan demişdi ki, öldürmüşəm, amma öldürməmişdi. Sonradan indi münasibətlər gələcəkdə istifadə etmək məqsədi ilə də. Sonra da Əbdülqadir ilə İbrahim Xəlilin münasibətləri korlananda, Əbdülqadir ilə korlandığına görə münasibətlər, İbrahim Xəlil Məhəmməd Həsəni yenidən azadlığa buraxır. Deyir ki, get atanın qısasını al. O da 1781-ci ildə atası Hüseynin qatil olan Əbdülqadiri öldürür və onun yerinə taxta çıxır. Onun taxta çıxma məsələsi bir balaca problemdir. Nədir problem? Deyə bilərəm, burada nə var? Onun hakimiyyət dövrü yadınıza gəlirsə 1781-dən başlayır. Əbdülqadiri öldürməklə də təbii ki, onun yerinə taxta çıxdı. Lakin hakimiyyət dövrü qarışıqdır. Mən qısaca sizə onu daha rahat bir yolunu öyrədirəm. 1781-1805. Deyə bilərsiniz, ay müəllim, bəs ortada 2 dənə tarix var idi axı. Bunu yadda saxlamaq lazımdır. O 1781-dən 1805-ə qədər 24 illik tarixdir. Cəmi 2 il müddətində dövləti idarə eləməyib. Hansı 2 il müddətində? 1795-dən 1797. 2 il onun hakimiyyətindən ortadır, çıxır. İndi kitab belə yazıb bunu. Onun hakimiyyətinin birinci mərhələsi 1781-95, ikinci mərhələsi isə 1797-1805-dir. Sən belə də yadda saxlaya bilərsən. 1781-1795, 1797-1805. Burada başın qarışa bilər. Ya da belə deyə bilərsən ki, 1781-dən 1805-ə qədər hakimiyyətdə olub, sadəcə ortada 2 il, 1795-dən 97-ci illərdə hakimiyyətdə olmayıbdır. O 2 il müddətində buranı Səlim idarə edibdir. Nəyə görə? Bu Ağa Məhəmməd
Xan Qacar, Şah Qacar var. 95-97-ci illərdə onun yanında olubdu. Onu biz Qacarlar dərsində danışanda daha ətraflı danışarıq, onu da başa düşərsiniz. Demək, Məhəmməd Həsəndən nə dedik? Məhəmməd Həsən 1781-dən 1805-ə qədər hakimiyyətdə olub. Sadəcə ortada 2 il, 95 ilə 97-ci ildə onun adından dövləti, daha onun adından yox, onun yerinə dövləti Səlim xan idarə edib. Lakin belə də deyə bilərsən, 1781-1795, sonra 97-1805 ya da deyə bilərsən ki, 1781-dən 1805-ə qədər taxta olub, sadəcə ortada 2 il olmayıbdır. Burada başa düşüləsi nəsə var? Yox, asandırmı? Məhəmməd Həsən hakimiyyətə gələndən sonra bəzi tədbirlər həyata keçirdi. Qanunnamə. Baxın, bunun qanunnaməsi çox düşür, həqiqətən. Gah Saları Mərzban ibn Məhəmmədlə verirlər, gah nə bilim, 2-ci Mehmetlə verirlər. Qanunnamənin harasısa bir Şəki xanlığında olması çox, yəni beləcə deyirlər, təqdirə layiq adında. Ona görə bunu yaxşı yadda saxlamaq lazımdır. Kim? Məhəmməd Həsən, Şəki xanın Məhəmməd Həsənin dövründə qanunnamə qəbul edilib. Qanunnamədə hansı məsələlər öz əksini tapmışdı? Bir, vergi. Məsələn, bəzən testlərdə Hacı Çələbi ilə Məhəmməd Həsən xanın ortaq cəhətləri vergi tədbirləri həyata keçirmişdi. 2 nə deyə bilərik? Feodal münasibətlər burada öz əksini tapmışdı. Feodal münasibətlər. 3 nə oldu? Bəli, sosial təbəqələrin, yəni varlı, kasıb və digər şəxs, həm feodal, həm kəndli, ya sosial təbəqələr yaza bilərsiniz, ya da əhali. Sosial təbəqələrin hüquq və nəyi? Vəzifəsi. Biraz qəribə oldu, amma nəsə. Məhəmməd Həsən demək dövrü nə oldu? 1781-dən 1805-ə 2 il istisna ilə hakimiyyəti dövründə qanunnamə qəbul etdi. Qanunnamədə nələr öz əksini tapmışdı? Vergi məsələsi, feodal münasibətlər, bir də sosial qrupların arasında olan hüquq və vəzifələr. Bundan başqa hansı tədbir həyata keçirmişdi? Özünü Qubalı Fətəli xandan asılı vəziyyətə salıb bir müddət. Qubalı Fətəli xandan asılılıq müddəti 1785-də asılı vəziyyətə düşdü. 1789-cu ildə Qubalı Fətəlinin ölümündən sonra asılıqdan çıxdı. Məlumat üçün deyim ki, 85-ci ildə bundan başqa, Şəkidən başqa bir dənə Lənkəran da könüllü formada, ikisi də döyüşsüz Qubalı Fətəlinin hakimiyyəti adına çıxıb. Yəni təkcə buna aid deyil. Lənkəranda keçəndə onda danışacağıq. Deməli, başqa nə var idi burada? Bir dənə məsələ qaldı. Osmanlıya elçi məsələsi. Neçənci ildə göndəribdi? 1784. İndi mən baxın. Bu qrafanı, bu 1784-cü ildə elçi məsələsini nəyə görə göndərib? 2-ci Rəqlin hücumlarına görə Osmanlıya. O qrafanı mən burada ekranda yerləşdirirəm. İzaha sizə baxanda o mətni heç olmasa bir dəfə tam oxuyun. Çünki o mətn mütləq oxunmalıdır. Ki siz ora görəndə, hansısa bir situasiyaya görəndə deyirsiniz ki, ay mələ, bu nə qəribə mətn imiş, biz bunu görməmişik. Çünki orada Osmanlı Paşasına məktubda, Gəncənin hətta azad edilməsindəki rollarından, indi biz bundan sonra Gəncə dərsini keçəndə görərsiniz. Gəncədə 2 hakimiyyətlilik, onun son qoyulma, o məsələlər var. Ona görə o mətni bir dəfə oxumaq lazımdır ki, o mətndə söhbət Gəncə xanın sözünü eşidən kimi gedib Cavad xanı götürməyəsiniz. Sizə lazımdır ki, bu mətnin, yəni bu məktubun Məhəmməd Həsən xan tərəfindən göndərildiyini dəqiq bilmiş olasınız. Burada başqa nəsə qaldı? Səlim xan. Səlim xanın da hakimiyyət dövrü 2 yerə bölünür. Bunun kimi. Bir yadınıza gəlir, mən demişdim, 1781-dən 1795-ə, 1797-dən 1805-ə hakimiyyət olub. Ortada 2 il, 95 ilə 97-də hakimiyyətdən məhrum qalıb. Bayaq dedim bu söz. Həmin o 2 ildə Səlim olub. Demək, Səlimin birinci hakimiyyət dövrü nə vaxtdır? 1795 nə vaxta qədər? 1797. Bu birinci hakimiyyət dövrüdür. Bir də bir il hakimiyyətdə olub əlavə. O da bu öldü Məhəmməd Həsən 1805-də. Öləndən sonra da 1 il getdi hakimiyyətdə oldu. Yəni bu nə qədər qarşı görsə, cəmi 3 il hakimiyyətdə oldu Səlim. 1 1795-dən 1797-yə, bir də 1805-ci ildən nə vaxta qədər? 1806-ya. Onun dövründə nə oldu? Qacarların yürüşü var. İndi gələcəkdə geniş formada Qacar yürüşündən danışacaq. Orada biləsiniz. Qacarlardan asılılığı qəbul edib. 1805-ci ildə Kürəkçay müqaviləsi var. Kürəkçayı 2 dənə ölkə bağlayıbdı. Biri iddiası 2 dənə xanlıq. Biri Şəki idi. Sizcə o birisi hansı idi? Yadınıza gələr bəlkə məktəb vaxtında. Qarabağ. Qarabağ xanlığı və Şəki. Biz indi Şəkini keçirik deyə Şəkini yazaq. 1805-ci ildə Kürəkçay müqaviləsi ilə ruslardan asılı vəziyyətə düşdü. Sonra sonuncu Şəki xanı da 1819-da zəhərləndi, öldü. Biz burada əlavə bir iki məsələ də gələcəkdə bunu yazım.
Gələcəkdə bir-iki məsələ keçəcək. Biləsiniz nədir, nə məsələləri? Məsələn, 1806-cı ildə Səlim ruslara qarşı çıxdığına görə Səlimi öldürmək istəyirlər. Səlim qaçır hara? Qacarlar dövlətinə. Onun yerinə Xoylu Cəfərqulu var. Xoy xanını gətirib Şəki hakimi təyin edirlər. Yəni orada qarışıq məsələlər var, amma bugünkü dərsimizə aid deyil deyə o Qacarları keçəndə, Qacarlardan sonra Rus-Qacar müharibələri vaxtı onlar haqqında ətraflı məlumat demək keçərik, baxarsınız nədir. Bir də demək 1805-də 1797-ci ildə, 95-97-də, yəni bu vaxtlarda Səlim hakimiyyətdə oldu. Bir də 1805 6-da oldu. 1805-ci ildə də Şəki nədi? Kürəkçay müqaviləsinə əsasən kimlərdən asiliyyətə düşdü? Ruslardan. Bəs 1819-da da sonuncu Şəki xanı İsmayıl zəhərləndi və bunun nəticəsində də xanlıq süqut etdi. Başa düşmədiyiniz nəsə var?